Bu dərsimizdə artıq Canvas-da dairə çəkməyi öyrənəcəyik. İndi keçən dərsimizdə biz bu şəkildə daxili qırmızı rəngdə olan bir kvadrat çəkmişdik. Yəni mausa klik etdiyimiz anda bu şəkildə fiquru görürdük. İndi isə bu fiquru biz dairə formatında göstərəcəyik. Gəlirəm buradakı kodları silirəm, hətta ekranı böyüdürəm və gəlirəm burada GTX.begin path metodundan istifadə edirəm. İndi bu şəkildə yazdığım zaman hətta bunu böyük hərflə yazaq və nöqtə vergülü dili dəyişərək qoymuş olum. Aha, bu şəkildə yazdığımız zaman Canvas-da hər dəfə yeni bir fiqur çəkirik və çəkdiyimiz anda JavaScript-də yeni fiqur çəkməyə başlayıram deməliyik. Bunun üçün də begin path metodundan istifadə edirik. Daha sonra bu dərsin əsas mövzusu GTX.arc metodudur ki, bu metod ilə biz dairəni çəkəcəyik. İndi bu metod 5 parametr qəbul edir. Birinci parametrimiz x koordinatdır. Yəni x koordinatının rəqəmini yazacaq. İkinci y koordinatının rəqəmidir. Üçüncü radiusdur. Dördüncü başlanğıc buzağıdır. Beşinci bitmə buzağıdır. Altıncı parametri isə saat əqrəbinin əksi və yaxud da ki, saat əqrəbi istiqamətində hərəkətini tənzimləyən bir parametrdir. Yəni mən gəlib əgər buna true versəm, saat əqrəbinin əksi istiqamətində hərəkət edəcəkdir. Mən gəlib buna false versəm, saat əqrəbi istiqamətində hərəkət edəcəkdir. İndi gəlin bunu görmüş olaq. İlk olaraq birinci parametri verirəm. Birinci parametrimiz bizim mouse.x parametrimiz olacaqdır. İkinci parametrimiz mouse.y olacaqdır. Üçüncü parametr, baxın görmüş olduğunuz kimi radiusu verib. Mən gəlirəm bura 20 yazıram bu şəkildə. Bu, belə deyim, mərkəzdən kənara qədər olan məsafəsini göstərəcəkdir. Və bu şəkildə deyək ki, yazdıq. Daha sonra isə başlama bucağını mən 0 deyə qeyd edirəm. Bitmə bucağını isə math.p-dən istifadə edirəm. Və bunu vururam 2-yə. Və 6-cı parametri mən false deyə qeyd edirəm. Yəni yazmayacam bura. Yazsam da olar, yazmasam da olar. Yazmadığım anda bu avtomatik olaraq false deyə qeyd edəcəkdir. Yəni saat əqrəbi istiqamətində hərəkət edəcəkdir. İndi gəlin mən bunu sizə şəkillərlə göstərmiş olum. İndi biz 20 radius vermişdik, düzdürmü? Bu 20 radius mərkəzdən dairənin kənarına qədər olan uzunluqdur. Yəni mavi xətt ilə göstərilən ox radius hesab olunur. İndi 0 bucaq verdiyimiz zaman bu artıq dairənin kənarındakı olan 0 bucağı göstərəcəkdir. Və JavaScript-də bucaq dərəcə ilə deyil də radian ilə ifadə olunur. Ona görə də math.p yazdığımız zaman bu 180 dərəcəyə bərabər olacaqdır. Biz bunu 2-yə vurduğumuz zaman bu 2 radian deməkdir. Yəni 180 dərəcəyə 2-yə vurulduğu anda 360 dərəcəyə bərabər olacaqdır. Artıq biz bu şəkildə dairəni çəkmiş olacaq və hərəkət etdiyi zaman isə baxın saat əqrəbi istiqamətində hərəkət edir və biz false yazdığımıza görə bu saat əqrəbi istiqamətində hərəkət etmiş olacaqdır. Və kodumuza qayıdırıq və kodda son olaraq bu işləmləri də həyata keçirək. İndi GTX.fillStyle metodundan istifadə edirəm. Daha doğrusu özəlliyindən istifadə edirəm. Bunu bərabər edirəm redə və eyni qaydada GTX.fill deyərək içərisini doldururam və GTX. Burada yazmışam mı? Close yazmamışam. GTX.close path deyərək burada seçdiyimiz fiquru artıq tamamlamış olduq və yolunu artıq bağlayırıq.
Kiçik layihələrdə bəzən fərq hiss olunmur, amma bir neçə fiqur çəkəndə kodun daha səliqəli işləməsinə kömək edir bu metod. Və artıq mən səhifəyə gəlirəm və yeniləyirəm və hər hansısa bir nöqtəyə klik etdiyim anda baxın dairəni görmüş olacaq. Və hətta səhifəni biraz daha böyütmüş olum. Bu şəkildə. Və baxın, mən hər hansısa bir nöqtəyə klik edirəm. Dairəni artıq görmüş olduq. Və yaxud da ki, bura klik edirəm. Klik etdiyim anda mouse dairənin mərkəzinə gəlmiş olacaqdır. Və burada da hesablamanı düzgün apardığımıza görə bu şəkildə ortalanmış olacaqdır. Bu dərsimizdə də Canvasda dairəni çəkmiş olduq. Gələn növbət dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.